onları deyir toxunmaq olmaz. Onlar əlində ki, onlar sir daşıyıcıdırlar. Bunlar əllərindəki sirləri aparıb o xaricə sızdırarlar. Elə bunlar bütün günü xaricə sızdırırlar da. Azərbaycana bunlar məlumat sızdırırlar. İlham Əliyevin bilmədiyini Putin bilir Azərbaycan haqqında. Niyə? Hamısını sızdırıblar. Bu adamları evdə saxlamaq olmaz. Bu adamları güya indi Ramiz Mehdiyevə cəza veriblər də. İndi yəqin ki, ona ömürlük verəcəklər. Amma cəzası nədir? Evdə çəkməklə. Qardaş, bu evdə çəkməklə olar, cəza olar. Bu kef, sən buna mükafat verirsən. İndi oxudun, nə qədər mülkiyyəti var. 200 hektar. 200 hektar buradadır. 300 hektar nə bilim hansısa rayondadır, düzdürmü? Hektar nə deməkdir? Yəni, bunun öz həyatı, bunun yaşadığı ev bir şəhər boydadır da. Sən bunu evində saxlamaqla, evindən sonra çıxmamaqla, nə bilim, ayağına qolbaq vurmaqla bunu sən rastlaşdırmırsan ki, bu onsuz da heç oradan o yüzden bunların mülkiyyəti, Ramiz Mehdiyevin mülkiyyəti Vatikan dövlətinin ərazisindən böyükdür.